İsmayıllı rayonunda Novruz bayramı böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun aidiyyatı qurumlarının nümayəndələri, şəhid ailələri və çoxsaylı sakinlər iştirak ediblər. Tədbirdən əvvəl rayon mərkəzində təşkil olunmuş bayram sərgisinə baxış keçirilib. Sərgidə el sənətkarlarının əl işləri nümayiş etdirilib. Novruz adət-ənənələrini əks etdirən maraqlı güşələr, yuxa bişirmə, samovar qaynatma səhnələri iştirakçıların diqqətini cəlb edib. Həmçinin idmançıların və kəndirbazların çıxışları müxtəlif sənət nümunələri tədbirə xüsusi rəng qatıb. Bayram tonqalının alovlandırılması ilə tədbirə start verilib. Ozan, El Ağsaqqalı və Bahar qızı obrazları tədbirə xüsusi ab-hava qataraq iştirakçılara bayram ovqatı yaşadıblar. Daha sonra tədbir İsmayıllı Mədəniyyət Mərkəzinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Bugün bizim ilaxır çərşənbəmizdir. Təbrik edirəm hər biriniz, bütün Azərbaycanlarımızı təbrik edirəm. Həm də qarşıda Bahar bayramı, Ramazan bayramı, bayrama qarışır. Hər birinizə can sağlığı arzulayıram, süfrələrimizə ruzu bərəkət arzulayıram, dünyamıza əmin-amanlıq arzulayıram. Bütün günlərimiz toylu, bayramlı, müsatlı keçsin və qız gəlinlərimizə bir arzu var. Əlləriniz xınalı xonçalı olsun, qardaş toyu, bacı toyu, oğul toyu, qız toyu görəsiniz. Hər birinizi bütün Azərbaycanlıları təbrik edirəm. Bayramınız mübarək olsun. Bugün bildiyiniz kimi çərşənbədir və bu günlər İsmayıllıda Novruz bayramına əlaqədar ümumi rayon tədbiri qeyd olunur. Bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə və bugünkü bayram münasibəti ilə hər kəsi təbrik edirəm. Allah hər kəsə can sağlığı versin. Allah bizim millətimizi və dövlətimizi qorusun. Günay Hüseynova, Rafiq Həsənov, Elçin Məlikov bugün informasiya proqramı üçün.